gülürsünüz, gah da əksinə əsəbləşirsiniz, gah da ağlamaq istəyirsiniz, gah da təşviş və həyəcanınız varsa, demək səbəb sizin hormonlar ola bilər. Bu zaman belə şikayətləriniz varsa və yanaşı digər əlamətləriniz də üst-üstə gəlirsə, artıq endokrinoloqdan konsultasiya almağın zamanıdır demək. Bu zaman hansı hormonlar daha çox istənilməlidir? Birinci, ilk və başda olaraq tiroid hormonları nəzarət altında olmalıdır. Tiroid hormonlarının yoxlanışından yanaşı pasientdə müxtəlif vitamin və mineral defisiti araşdırıla bilər və yanaşı olaraq cinsi hormonlar, həmçinin stres hormonu saydığımız kortizol səviyyələri nəzarət altında olması lazımdır. Bütün bu hormonal sistemi müayinə etdikdən sonra pasientin əhval-ruhiyyə dəyişkənliyinin onun hormonal dəyişikliklərə, xəstəliklərə bağlı olduğu və yaxud psixoemosional statusuna bağlı olduğu aydınlaşdırılır və pasientə ona uyğun da yardım göstərilir. Əgər tez-tez əhval-ruhiyyə dəyişkənliyi hiss edirsinizsə və psixoterapevtik üsulların artıq yardım etmədiyini görürsünüzsə, onda bir endokrinoloq müayinəsindən keçməsində fayda vardır. Daha çox bu videonun insana çatması üçün bəyənməyi və paylaşmağı unutmayın. Özünüzə yaxşı baxın. Sağ olun.